Salam əziz izləyicilər, bu videoda liflər haqqında danışacağım. Liflər iki yerə bölünür, təbii liflər və kimyəvi liflər. Lövhədə görürsünüz, təbii liflər bitki mənşəlidir. Bunlar hansılardır? Pambıq ola bilər, kətan ola bilər. Heyvan mənşəli təbii liflər də yun və ipəkdir. Kimyəvi liflər isə süni və sintetik olmaqla iki yerə bölünür. Süni liflər sellulozadan alınan liflərdir. Bunlara viskoz lifi, asetat lifini misal göstərmək olar. Məsələn, triasetil sellulozadan asetat lifi alınır. Sintetik liflər isə hansılardır? Deməli, kapron lifi, enant lifi, sonra lavsan lifi və neylon lifi. Əsas məsələ bu 4 sintetik lifin alınma reaksiyasını bilməkdir. Kapron lifi nədən alınır? Deməli, alfa, beta, gamma, delta, epsilon. Epsilon amin kapron turşusunun polikondensləşməsindən alınır. Polikondensləşmə zamanı amin qrupundan bir hidrogen qopur. Baxın, buradan bir hidrogen qopur. Və karboksil qrupu da öz hidroksil OH-ını itirir. Alınır 2N-1 sayda su plus yerdə qalan hissə NH, CH2-dən 5 dənə və CO-dur. Buna deyirik kapron lifi. Enant lifi alfa, beta, gamma, delta, epsilon, omega. Omega amin enant turşusunun polikondensləşməsindən alınır. Yenə amin qrupundan hidrogen qopacaq, karboksilin də OH-ı qopacaq. Alınacaq 2N-1 sayda su plus NH, CH2, CH2, 6 dənə CH2 və CO. Bu da olur enant lifi. Üçüncü, lavsan lifi. Lavsan lifi iki fərqli monomerin polikondensləşməsindən alınır. Biri etilen glikoldur, biri tereftal turşusudur. Etilen glikol, bu da tereftal turşusu. Bir spirtlə bir turşunun reaksiyası mürəkkəb efirin alınması ilə nəticələnir. Efirləşmə reaksiyasıdır. Həmin efirləşmə reaksiyasının mexanizmi necə idi? Spirtdən hidrogen qopurdu. Turşudan hidroksil qopurdu və bu zaman alınacaq 2N mol su, bir də nə alınacaq? Baxın, bu hissələr bir-birlərinə birləşəcəklər. Yəni, spirtin qalan hissəsini yazıram, hidrogenləri çıxandan sonra. Bu, etilen glikoldan qalan hissədir. Bu isə tereftal turşusundan qalan hissədir. Bu lif adlanır lavsan lifi. Neylon lifi isə heksametilen diamin, bir də adipin turşusunun polikondensləşməsindən alınır. Yəni, neylon lifi də iki müxtəlif monomerdən alınır. Heksametilen diamin öz hidrogenlərini itirir. Bir hidrogen buradan, bir hidrogen buradan. Adipin turşusu isə öz hidroksillərini itirir. Yəni OH-larını itirir. Yerdə qalan hissə təbii ki su ayrılacaq buradan 2N sayda. Onu da yazaq elə. 2N sayda su plus NH CH2-dən 6 dənə xırda yazıram ki sığışsın. Yenə NH. Keçirəm turşuya. Turşuda nə qaldı? CO qaldı. Sonra CH2-dən 4 dənə və CO. Bu olur neylon lifi. Neylon lifini qısaca belə də yaza bilərsiniz. NH, CH2-dən 6 dənə NH, sonra CO, CH2-dən 4 dənə CO. Daha qısa olsun, az yer tutsun deyə bu şəkildə yazmaq daha məqsədə uyğundur. Neylon lifi də bu. Bu 4 dənə
Sintetik lifdən 3'ü polipeptid lifidir, biri poliefir lifidir. Baxın, Lafsan lifinin alınmasında efirləşmə reaksiyası baş verdi. Ona görə biz Lafsan lifinə poliefir lifi deyirik. Amma digər üçündə, kapron lifində də, enant lifində də, neylon lifində də peptid rabitəsi alındı. Baxın, burada NH-CO birləşib peptid rabitəsi əmələ gətirəcək. Enantda da NH-CO birləşib peptid rabitəsi əmələ gətirəcək. Həmçinin neylon lifində də görürsünüz, NH ilə CO birləşib peptid rabitəsi əmələ gətirir. Ona görə bu üçü polipeptid lifi adlanır. Liflər haqqında bu qədər, növbəti videolarda görüşənədək.